Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən vəfat etdi. Xəbər verilir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunub ki, 20 yaşlı model son 6 il ərzində ağır xəstəliklə mübarizə aparıb. Məlumata görə 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, Xədicə Rəhimova daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb. Allah rəhmət eləsin, yaxınların nəzərlərinə səbir diləyirik. Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmal Əsəyevə vəfat edib. Xəbər verilir ki, o 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Kəmal Əsəyev bakalavr və magistr təhsilini Gəncə Dövlət Universitetində alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə Gəncə Dövlət Universitetinin baş müəllimi olaraq fəaliyyət göstərib. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbir diləyirik.